Herkese salam, ben Meryem, kanalıma, videoma hoş geldiniz. Herkese salam, ben Meryem, kanalıma ve videoma hoş gelmişsiniz. Bugün farklı bir açılış oldu çünkü xalam kızı açtı ekranı. Deməli bugün benimle bir yerde olacaksınız bir gün boyunca. Gedirik rayona. Neye göre? Mən özümə qatıq almalıyam, qatığım qutarıb. Bir de Femida'ya yemək alınmalıdır. Buna göre gedirik biz rayona. Böyle yoldayıq. Bu arada inanabilirsiniz Xəyalə ve bacısı Nazlı. Nazlı'yı da buradan öpürəm. O gəlmədi, biri gəldi. Bütün gün vloglarıma baxırlar. Şoka girirəm. Yəni o kadar qəşəng bir duyğudur ki. Hə. Yani bir gün qucağında bəslədiyin uşaq, böyütdüyün uşaq böyüyüb artıq öz evində sən vloglarına baxır televizorlarda. Çox qəribə bir şeydir də. Bunlar mənim gözümdə həmişə balacadılar. Orada da eşyəmiz var. Hə, nəysə. Deməli, Xəyalə ilə bir yerdə gedirik. Akstafa'ya. Bəli, Akstafa rayonun özünə gedirik. Biz hal-hazırda rayonun kəndindəyik. Özümə Hem vermişe yemeği almağa. Bəli. Həm özümə Milla qatıq almağa, həm də Femida'ya yemək almağa. Belə videoya başlamazdan əvvəl kanalıma abunə olub videoma like atmağı unutmayın. Başlayalım. He, Sən neçənci sinif oldun? birinci. Ay Allah, bu kız birinci sinif olub. Hə. Məktəbdə ən yaxın dostun kimdir? Kim? Çoxdur. He. Hə. Dərslərini necə oxuyursan? Bu arada Femida deyirəm. Xəyalə dərslərində o qədər uğurludur ki. İmlamın kitabının her yerinin 5 ulduz atlar. Ay Allah, aferin balama. Ne qəşəng oldu bu belə. Gedək. Onunla anaş bizi götürmeye gelmişti. Deməli, Xəyalə ilə özümüzə Xəyalə çörəkli süd aldım. Mən də şokoladlı süd aldım. İç. Belə. Deməli, biz yeməyimizi yedik. İndi isə bugün Femida'nın 7 ayı tamam olur. Onun şerefine 7 aylık fotosu için Femida'nın geldim alma yığmağa. Yaşıl paltarı var. Yaşıl deyəndə mavi. İndi burada yaşıl almalar var. Ondan yığacağım. Qəşəng bu yaşıllıqda Femida'ya fotosessiya edəcəyəm. Çox qəşəng olacaq. Amma hani almalar? Pardon? Hə, buradaymış. Alma yığaq. Dostlar, indi isə mama ilə bir yerdə sambar çayı qaynadacağıq. Mama sambarın içini doldurur. Əslində su var içində. Amma biraz da dolduracaq. Bu arada Femişin 7 aylıq fotolarını da çəkdim. Onu da yerləşdirəcəm bu videoya. Aşkım. Femida. Aç ne? Hərəmiz bir iş görürük. Bugün iş görme günümüzdür. Belə.
İndi saçıma bir dənə silik bən yapıb gəlirəm. Bu arada hara gedəcəyimizi soruşacaqsınız təbii ki. Burada qohum var. Onlara gedirik çünki evdə çox sıxılırıq. Yoldayıq, gedirik. Uşaqlar yadıma salır vlog çəkməyi. Yadımdan təmiz çıxır. Bir bu yolun gözəlliyinə baxın. Elə bir meşədəyik. Yenidən sambar qaynadırıq. Dostlar, vlogum biraz qarışıq oldu, amma videom bu qədər idi. İzlədiyiniz üçün təşəkkür edirəm.